Sabahınız xeyir olsun əziz Valyuta Az izləyiciləri. Valyuta Az günün vacib xəbərlərini təqdim edir. Xəbərlərə keçməmişdən əvvəl bizi takib edib bəyənməyi unutmayın. Asiya İnkişaf Bankı 1999-cu ildən bugünə qədər Azərbaycana 5,5 milyard dollarlıq maliyyə dəstəyi göstərib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Bu ilin yanvar-sentyabr aylarında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9,5% artaraq 1088 manat təşkil edib. Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb. Noyabr ayının 1-nə olan məlumata görə işsizlərin sayı 237,9 min nəfərə çatıb. Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 28.758 nəfər artaraq 10.253.647 min nəfərə çatıb. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumdaxili məhsul istehsalı 106 milyard manatdan çox olub.